Gənclər salam, hər vaxtınız xeyir. Bugün sizlə 9-cu sinif mövzularından hüceyrənin üzvü birləşmələri olan karbohidratlar, lipidlərlə davam edirik mövzumuza. Demək, canlı orqanizmlərdə olan üzvü birləşmələrə zülallar, yağlar, karbohidratlar, nuklein turşuları, ATF, vitaminlər və s. üzvü birləşmələr aiddirlər. Bunlar əgər iri molekul şəklində olarlarsa polimer birləşmələri adlanır. Və bu canlı hüceyrələrin əsas hissəsi üzüm maddələrdən təşkil olunur. Polimer birləşmələr əgər canlı hüceyrənin tərkibindədirsə, bunlara deyilir biopolimerlər və polimer dediyimiz maddələr təkrarlanan eyni halqalardan ibarət olmalıdır. Məsələn, zulalların hamısı təşkil olunub amin turşularından. Deməli, eyni növ monomerlərdən təşkil olunduğuna görə zulallar polimer birləşmələr sayılır. Yağlar parçalananda gliserinə, yağ turşularına bölünürlər deyə yağlar polimer birləşmə sayılmır. Biri spirtdir, biri turşudur. Karbohidratların hamısı glukozadan təşkil olunur. Mürəkkəb karbohidratlar buna görə polimer birləşmədir. Nuklein turşuları nukleotidlərdən təşkil olunub deyə polimer birləşmə sayılır. ATF polimer deyil, vitaminlər polimer deyil, çünki bunların standart quruluşları var idi. Polimer birləşmələr kiçik molekullu birləşmələr olan monomerlərdən əmələ gəlir. Monomerlər dediyimiz karbohidratların monomerləri olacaq glukoza. Bütün mürəkkəb karbohidratlar glukozadan təşkil olunmuşdur. Bəzi polimerlər eyni növ, digərlərsə müxtəlif növ monomerlərdən təşkil olunur və buna görə də canlıların tərkibinə daxil olanlara dedik ki, biopolimerlərdirlər. Və biz başlayaq biopolimerlərdən olan karbohidratların quruluşu haqqında. Karbohidratlar hüceyrənin əsas üzvü birləşmələrdirlər. Sutkalıq normamızın 380-500 qramı karbohidratların payına düşür. Və bizim enerji olaraq ilk sırada parçaladığımız üzvü birləşmə karbohidratlardır. Karbohidratların tərkibinə karbon, hidrogen, oksigen elementləri aidlər. Və karbohidratlar sadə mürəkkəb olmaqla iki qrupa bölünür. Yazırıq buradan karbohidratlar, bunlar bölünür sadə və mürəkkəb karbohidratlar. Sadə karbohidratların özləri də mono və disaxarid olmaqla bölünürlər. Mürəkkəb karbohidratlar isə bunlar polisaxaridlər adlanır. Poli. Sadə karbohidratlardan mono bir halqadan ibarət olanlar, di isə 2 halqadan ibarət olan karbohidratlardır. Sadə karbohidratlar, monosaxaridlər özləri də 2 qrupa bölünür. Glukoza, fruktoza, galaktoza bunlar heksozadılar, yəni 6 karbonludular. Dezoksiriboza və riboza isə 5 karbonlu olmaqla 2 yerə bölünür. Monosaxaridlər suda asan həll olurlar və şirin dada malikdirlər. Karbohidratlarda halqaların sayı artdıqca onların həll olması azalır və şirin dadı da itirdir. Monosaxaridlər 2-2 birləşdikdə disaxaridlər əmələ gətirir. Disaxaridlərə aiddir maltoza, saxaroza və laktoza. Maltoza glukoza üstə gəlsin glukozadan əmələ gəlir, yəni 2 glukozadan. Bu zaman əmələ gəlir 1 molekul maltoza və 1 molekul da su ayrılırdı buradan. Saxaroza dediyimiz çuğundur şəkəri və ya qamış şəkəri glukoza ilə fruktozadan əmələ gəlir. Yenə də 1 molekul saxaroza əmələ gəlir, 1 molekul su ayrılmış olur prosesdən. Laktoza dediyimiz isə laktoz süddür, süd şəkərinin tərkibindəki karbohidratdır. Glukoza üstə gəlsin qalaktozanın birləşməsindən alınır və yenə də 1 molekulda su alınmış olur. Maltozanın hər ikisi glukozadan təşkil olunduğuna görə maltozada bir növ monomerə rast gəlinir. Saxarozada glukoza və fruktoz olduğuna görə 2 növ monomerə rast gəlinir. Laktoza heyvani karbohidratdır. Glukoza və galaktozadan əmələ gəlir, yəni də 2 növ karbohidrata rast gəlinir. Galaktoza desə bitki mənşəlidir, laktoza desə bu artıq heyvani mənşəlidir. Həmçinin polisaxaridlərə baxdıqda polisaxaridlər özləri də çoxlu sayda monosaxarid olan glukozadan. Bütün mürəkkəb karbohidratların monomeri glukozadır. Və halqaların sayı artdıqca suda həll olma qabiliyyəti də azalır dedik, həmçinin şirin dadı itir. Bitki hüceyrəsində olan üstünlük təşkil edən karbohidratlara nişasta, selüloza və pektin aiddir.
Nişasta bitkilərdə ehtiyat maddə rolunu oynayır. Selüloza hüceyrə divarı rolunu oynayır. Pektin isə pektin haqqında burada aşağıda məlumatlarda qeyd olunub gənclər. Bəzi zəhərli maddələri, o cümlədən ağır metalları özünə absorpsiya eləyir və bu pektinin xüsusiyyətlərinə aiddir deyəcəksiniz. Heyvani karbohidratlar isə glikogen aiddir. Xarici skelet olaraq həşəratlarda xarici skeleti əslində xarici örtükdür. Burada skelet kimi deməyimiz düzgün deyil. Çünki həşəratlarda xarici skelet kimi bir növ gedər, amma heyvan hüceyrə divarı, pardon, hüceyrə divarı kimi deyə bilmərik. Xarici skelet kimi desək düzgün olar. Və bunlarda da olacaq xitin. Xitin göbələşlərdə hüceyrə divarıdır. Göbələşlərdə hüceyrə divarıdır. Həşəratlarda xarici skeletindir. Glikogen isə ehtiyat maddə rolunu oynayır. Ümumiyyətlə, burada heyvan hüceyrəsi qeyd olunub, amma qeyd edin özünüz üçün heyvan hüceyrəsində, bakteriya hüceyrəsində və göbələk hüceyrəsində ehtiyat qida maddəsi glikogendir. Hamısında glikogen ehtiyat maddə toplanır. Bitkilərdə hüceyrə divarı desə selüloza, həşəratlarda xarici skelet desə xitin, göbələşlərdə hüceyrə divarı desə xitin və bakteriyalarda da hüceyrə divarı peptidoglikan adlı mürəkkəb bir karbohidratdan təşkil olunur. Karbohidratların bioloji roluna gəldikdə əsasən enerji mənbəyi rolunu oynayır. Çünki qalx normamızda karbohidratlar bayaqlar qeyd etdim 380-500 qramdır. Digərlərinə görə daha çoxdur və 1 qramının verdiyi enerji 17,6 kilojouldur. 380 və ya 500-ü 17,6-ya vuranda kifayət qədər böyük bir rəqəm alınır ki, bu da bizə verilən karbohidratın verdiyi enerjidir. Hüceyrənin hərəkət, sekresiya, biosindiz, işıqlanma kimi hər hansı bir həyat fəaliyyətində həmin bu enerjidən istifadə olunur. Ayrıca da onu qeyd edə bilərsiniz ki, beyin hüceyrələri olan neyronlar yalnız karbohidratdan əldə olunan enerji hesabına yəni karbohidratlardan ancaq enerjini əldə edirlər. Karbohidratların inşaat funksiyasını bayaqlar qeyd etdiyimiz hüceyrə divarı rolunu oynayır. Bitkilərdə hüceyrə divarı əsasən selülozadan təşkil olunub. Bir də selülaza desə, selülaza. Bu olacaq artıq zülal. Zülaldırsa bunun monomeri olacaq amin turşu. Selüloza deyirsə karbohidratdır, aza deyirsə amin turşulara, zülaldılar. Və pambıq lifi deyir tamamen selülozadan təşkil olunur. Həmçinin göbələk və heyvan hüceyrələrində də dedik xitinə rast gəlinir. Bir də karbohidratların bioloji rolu kimi bitki hüceyrələrində, bitkilərdə onların hormonları karbohidrat mənşəlidir. Ona görə də bir də tənzimləyici rolu kimi də qeyd edə bilərik. Lipidlər suda həll olmayan, yəni bütün nümayəndələri hidrofob olan birləşmələrdir. Bitki və heyvan hüceyrələrinin tərkibinə daxildir. Ən geniş yayılanı yağlardır ki, quru kütlənin 5-15%-ni təşkil edir. Hətta pi toxumasında deyir, onun faizlə miqdarı 90%-ə çatır. Heyvanlarda dərinin altında, süd vəzlərində və pilişlərdə toplanır. Bir də xüsusi bu cümləyə qeyd edin, bütün məməlilərin südündə yağ var, amma südün yağlı faizi miqdarına görə dəyişirdi. Bitkilərdə yağlar toplanır toxumlarda, meyvələrdə. Məsələn, biz yağı əldə edirik, günəbaxandır, qarğıdalıdır, qozdur, pambıqdır, çatandır, zeytundur. Bu kimi bitkilərin toxumlarında və meyvələrində yağlar digərlərinə görə daha çox olur. Yağlar xüsusi xüsusiyyətlərə maliklər, spesifik xüsusiyyətlər. Bunlar temperaturun həddindən keçdikdə kanserogen, yəni xərçəng əmələ gətirən maddələrə çevrilirlər ki, bunlar da orqanizmdə toplanması qaraciyəri zədələyir və xərçəng şişlərinin yaranmasına gətirib çıxardır. Qarğıdalının böhran temperaturu 140, küncüt üzüm 150, günəbaxan 170, zeytun isə 210 dərəcəyə qədər qızdırdıqda böhran səviyyəsinə çatır. Hətta bəzi yağlar var ki, işıq və istiliyin təsirinə qarşı çox həssasdırlar. Kətandır, balqabaq toxumunun yağıdır, qoz yağıdır ki, bunlardan da demək işıqda parçalanması müşahidə olunur. Böhran temperaturunu keçdikdə bunlarda yanma, kömürləşmə baş verir ki, bu da demək zərərli kanserogen maddələrin
alınmasına səbəb olur. Lipidlərin bioloji rolu çoxdur. Birinci, onlar enerji mənbəyidirlər. 1 qramının parçalanmasına 38,9 kilojoule enerji verilir. Və bu zaman həmçinin də 1,1 qram su əmələ gəlir. Deməli, birinci funksiyası olsun energetik funksiya. İkinci funksiya ehtiyac su funksiyasıdır. Üçüncü, bədən temperaturunu tənzimləməsidir ki, quşlarda və məməlilərdə dəraltı pik altında toplanır və onlarda bədən temperaturunun sabit saxlanmasına kömək eləyir. Bir də heyvanların qış mövsümündə də aktiv olmasına şərait yaradırdı. Həmçinin yağlar üçüncü funksiya kimi bunu qeyd etdim deyəsən, yoxsa etmədim? Hə, bədən temperaturunun tənzimlənməsi olacaq üçüncü funksiyası. Dördüncü funksiyası kimi ehtiyat su mənbəyi orada qeyd etmişdim, inşaatı qeyd edək. İnşaat funksiyasıdırlar ki, bunlar da hidrofob xassəlidirlər. Plazmatik membrana bir çox maddələrin hüceyrə daxilinə keçməsinin qarşısını alırlar. Növbəti üzvü birləşmələrimiz zulallardır. Zulallar hüceyrənin üzvü birləşmələri olub biopolimerlərdirlər. Təbiətdə 150-dən çox amin turşu növü var, amma bunlardan yalnız 20 növü zulalların tərkibinə daxildir. Bu 20 növ zulaldan 12 növü orqanizmdə sintez olunur. Biz kənardan mütləq 8 dənəsini almaq məcburiyyətindəyik ki, bunlara da əvəz olunmayan amin turşuları deyilir. Bu amin turşuların çatışmazlığı orqanizmdə çox ciddi xəstəliklərə səbəb olur. Amin turşularının quruluşu ilə tanış olduqda birinci şəkildə verilən valindir. Əvəz olunmayan amin turşularından biri də valindir. Məsələn, digərlərini desəz, triptofan, lizin, histidin, bunlar 10-cu sinifdən bilirsiniz. Valini deyə bilərsiniz. Bir də metionin yadımdadır. Metionin də AOG dediyimiz start kodunu kodlaşdırdığı metionin amin turşusu. O da əvəz olunmayan amin turşularındandır. İkinci, sisteindir, radikalında kükürdü olmasına diqqət edin. Test suallarında qarşınıza çıxacaq. Üçüncü də tirozindir, bu da benzol halqası var. Ona görə aromalıdır deyə bilərik. Bir sərbəst amin turşusunun quruluşuna baxdıqda, amin və karboksil qrupundan həmçinin onlara birləşən radikal hissədən ibarət olduğunu görürük. Amin karboksil qrupu birlikdə adlanacaq funksional qrup. Bunun kütləsini toplasaz 74 atom kütlə vahidi qədər edir. Və amin turşuları heç biri bir-birindən funksional qrupuna görə fərqlənmirlər. Fərq radikal hissədə olacaq. Amin karboksil qrupları arasında əmələ gələn rabitə olacaq peptid rabitə. Bir sərbəst amin turşusunun nisbi kütləsi götürdükdə radikalların ortalama kütləsinin 54 olduğunu qəbul eləsək, 54 və 74-ü topladıqda 128 atom kütlə vahidi qədər edir. Yəni götürdükdə birləşməyə qədər və yaxud da bir sərbəst amin turşusunun kütləsini istəsələr sizdən 128 atom kütlə vahidi qədər deyirik. Amma yenə də nisbidir, çünki radikalı 54 olduğunu qəbul edirik. Zulal molekulunun quruluşunu əmələ gətirir amin turşuları arasında yaranan peptid rabitələr və digər rabitələr. Amin turşuların funksional qrupları arasında peptid rabitələri yaradır ki, bu ilk polipeptid zənciri əmələ gətirir və zulalın ilkin, birincili quruluşunu yaradır. Amin turşuların birləşməsi bir xətt üzrə olduğundan buna xətti quruluş da deyirlər, zəncir quruluşu da deyirlər və zulallar heç vaxt birincili quruluşda qalmırlar. Çünki onlar həmin birincili quruluşda heç bir funksiya yerinə yetirmirlər. Və əmələ gətirdikləri rabitələr yalnız funksional qruplar arasında olan peptid rabitələrdir. Buna görə də bu zulallar hidrofildirlər, yəni suda həll olurlar. Müxtəlif amin turşuları birləşdiyindən əmələ gələn belə zulallar müəyyən müddətdən sonra burulur. Yəni bu sap spiral şəklində burularaq ikincili quruluş əmələ gətirir. İkincili quruluşun əmələ gəlməsinə səbəb spiralın buğumları arasında yaranan hidrogen rabitələridir. Və hidrogen rabitələrinin əmələ gəlməsi onun ikincili quruluşunun əmələ gəlməsi deməkdir. Yenə də hidrofil quruluşdur, yəni suda həll olan quruluşdur. Daha sonra həmin bu spiral sap biraz da mürəkkəb vurularaq, mürəkkəb fəza konfigurasiyası yaradaraq kürəcik və ya globula adlanan üçüncülü quruluş əmələ gətirir. Və bu zaman onların arasında hidrofob rabitələr yaranır. Məsələn, sistein amin turşusunun radikalında olan hidrofob rabitələr.
Deməli, zulalın birincili və ikincili quruluşunda amin turşularının funksional hissələri arasında rabitə yaranır. Artıq üçüncülü quruluşda həm funksional, həm də radikalları arasında rabitə yaranır ki, buna görə də olacaq hidrofob, yəni suda həll olmayan. Suda həll olmadığına görə zulalın ən aktiv quruluşu üçüncülü quruluş sayılır və üçüncülü quruluşda olan zulallar öz funksiyalarını daha yaxşı yerinə yetirirlər. Hər dəfə deyirəm ki, şəkillər üzərində mütləq müəyyən fikir mübadiləsi aparın. Nida işarəsi görürsünüzsə, demək bu hissədə olan məlumatlara xüsusilə diqqət yetirməlisiniz. Zulal molekullarının molekul kütlələrinin verilmiş bəzi zulallar var. Onların yadda saxlamağına özən göstərin. İnsulin ilk dəfə insan tərəfindən sini yolla sintez olunan insulinin kütləsi 5700-dür və bilirik ki, insulin də 51 amin turşusundan ibarətdir. Ribonukleaza ferment zulalının kütləsi 127 min atom kütlə vahididir. Bu da 124 amin turşudan ibarətdir. Yumurtanın albumin zulalının kütləsi 36 mindir. Hemoglobində isə 65 min atom kütlə vahididir. Bayaqları qeyd etdik ki, zulalların əmələ gəlməsində 20 növ amin turşu iştirak edir. Bu 20 növ amin turşunun ribonukleaza fermentində 19 növü var, insulində isə 18 növünə rast gəlinir. Dənə ilə yox, növ olaraq bu qədər hissəsinə rast gəlinir. Və İnsülin haqqında əlavə onu da qeyd edək ki, insülin ilk dəfə süni yolla sintez olunan zulalımızdır. 10 ilə sintez olunub. 2 zəncirdən ibarətdir. Qısa zənciri 21, uzun zənciri isə 30 amin turşusundan ibarətdir. İkisinə birlikdə biz 51 amin turşudan ibarət olan bir molekul deyirdik. Və dedik ki, əksəriyyəti öz quruluşunu, öz funksiyasını üçüncü quruluşda yerinə yetirir. Üçüncülü quruluşda olan zulallar özlərinə qeyri-zulali olan hissə, yəni elementlər birləşdirərək, metallar birləşdirərək dördüncülü quruluş əmələ gətirir və dördüncülü quruluş bir neçə zulal zəncirinin birləşməsi hesabına yaranır. Məsələn, dördüncülü quruluşu zulalların tərkibində adətən qeyri-zulali hissə dedik olur ki, hemoglobin 4 globuladan ibarətdir. Deməli, insülin 2 zəncirlidir. Amma hemoglobini götürsək, 4 zəncirli zulal olacaq. Bir də təzələnən həmin bu şəkil üzərinə baxaq. Birincili quruluşda olacaq peptid rabitə, xətti və ya zəncir quruluşdur. Peptid rabitə amin turşularının funksional qrupları arasında yaranır. İkincili quruluşda peptid rabitələr mütləq şəkildə qalır. Yəni, biz hər quruluşda peptid rabitəni görürük. İkincili quruluşda onlar arasında bir də hidrogen rabitəsi yaranır. Deməli, ikincili quruluşda 2 növ rabitə olur. Bu ikisini də birləşdirən ortaq xüsusiyyət hidrofil olmasıdır. Həm birinci, həm də ikincili quruluş. Üçüncülü quruluşda olan zulallarda SS, məsələn, küçük rabitəsi dediyi əmələ gəlir, hidrofobdur. Dördüncü quruluşda hidrofobdurlar. Və üçüncülü quruluşda olan zulal protein adlanır. Protein. Çünki bunun tərkibində qeyri-zulali bir hissə görünmür. Həm radikal, həm də funksional hissələri arasında rabitə yaranıb. Dördüncü quruluşda olan zulalımızda isə, məsələn, baxın, burada 4 dənə globulanı görürük. 4 dənə globuladan birləşməsindən əmələ gəlmiş. Həmçinin bu qırmızı rəngdə verilmiş hissələr isə ona hem adlanan hissəni bildirir. Buna deyəcək proteid deyirik. Və yenə də burada da SS rabitəsi vardır. Bunlar arasında hidrofob rabitədir. Onda üçüncülü quruluşda olan zulalda peptid rabitə durur. Hidrogen rabitəsi də var, bir də kükürt və yaxud da hər hansı bir hidrofob rabitə əmələ gəlir. Eyni prosesləri həmçinin dördüncülü quruluşda da deyə bilər ki, bunların molekulları arasında, amin turşuların arasında olan rabitələrdirlər. Zulalın öz quruluşunu dəyişməsinə deyirik denaturasiya. D yoxluq, aradan qaldırmaq, natura təbii quruluşdur. Zulalın quruluşunu dəyişməsi həm fiziki, həm də kimyəvi amillərin təsirindən baş verə bilər. Burada birinci fiziki, sonra kimyəvi yazsa da birinci verilənlər fiziki amillər deyirlər. Spirt, turşu, qələvilər kimyəvi, yüksək temperatur, radiasiya, təzyiq, bunlar da olacaqlar fiziki amillərin təsirindən. Zulalın öz quruluşunu pozması onun məsələn 1, 2, 3, 4 deyil, dördüncülü quruluşdan önə doğru gəlməsidir. 4, 3, 2 pozula bilər quruluş. Əgər ki, zulal
ikincili quruluşa qədər gəlib, birincili quruluşda olan rabitələrini qırmayıbsa, həmin o quruluşunu dəyişməyibsə, özünü renaturasiya edə bilər, yəni geri qaytara bilər, dönər denaturasiya deyilir. Yox, əgər birincili quruluşun özündə pozulması baş veribsə, dönməz denaturasiya adlanır. Əgər müəyyən təsirlərdən deyil, birincili quruluşda pozularsa, bu dönməz olacaq. Məsələn, yumurta zulalı olan albumin 60-70 dərəcədə denaturasiya uğrayır. Yəni, yumurtanı bişirdiniz, yediniz, bu artıq bişəndən sonra 60-70 dərəcədə geriyə dönməsi imkansız. Bir də burada bir şey qeyd etməyi unutdum. Yumurtanın zulalı 36 mindir, amma qan zərdabında olan albumin zulalı 68.400-dür. Biri 36 mindir, biri 68.400-dür. Bəs mən bunun niyə ikisinə də albumin deyirəm? Çünki bütün canlılarda eyni adlı zulallar eyni növ amin turşularından təşkil olunur. Bir amin turşu qalığının nisbi kütləsi 110 atom kütlə vahidinə bərabər olur. Əgər zulal dediş birincili quruluşunu saxlayarsa, buna deyəcək ki, renaturasiya, məsələn, saçım buruqdur, saçımızda keratin zulalıdır. İsti bir şeylə, ütü ilə təsir etdim fenlə və saçım oldu düz. Yenidən suya düşəndə əvvəlki burulmuş vəziyyətinə qayıdır. Bu, renaturasiya misaldır. Denaturasiya isə zulal quruluşunu itirdikdən sonra geriyə bərpa olunur. Zulallar orqanizmdə bir çox funksiyalar yerinə yetirir. Bunlardan biri bioloji katalizatorlardır. Yəni, kimyəvi reaksiyaları sürətləndirir. Heç bir reaksiya ferment iştirakı olmadan hüceyrədə baş verə bilməz. Və yaxud da çox zəif gedə bilər. Və bunları, bu zulallar da deyirlər fermentlər. Fermentin iştirakı olmadan heç bir reaksiya gedə bilməz. Hüceyrədə fermentativ, yəni katalitik funksiya ilə yanaşı zulallar həmçinin inşaat, nəqliyyat, qoruyucu, tənzimləyici, hərəkət, siqnal və s. kimi funksiyalar yerinə yetirir. İlk növbədə enerjini alarıq karbohidratlardan. Karbohidratın verdiyi enerji yetməzsə yağdan alarıq. Bu ikisinin də verdiyi enerji yetməsə, o zaman zulaldan alarıq. Yəni, orqanizmdə karbohidratlar və lipidlər çatışmadıqda zulal parçalanır. Bu zamanda 1 qramdan 17,6 kilojoul enerji alınır. Onda bu o deməkdir ki, bizim orqanizmimizdə zulallar heç mi parçalanmır? Parçalanırlar. Zulallar öz ömürlərini bitirdikdə, yəni onların ömrü 5-6 aydır və bir çox zulallar 5-6 aydan bir yenilənir. Yəni, bir il ərzində təxminən 2 dəfə zulallarımızı yeniləyirik. Həmçinin zulallar haqqında onu deyək ki, zulallardan ən böyük amin turşu zənciri, sayca ən çox olanı titindir. Enlozolaqlı əzələ hüceyrəsində olan zulaldır ki, 38.138 amin turşu qalığından ibarətdir. 38.138-i də vursaz 110-a 4 milyona qədər kimi belə bir bunun nisbi kütləsi alınmış olur. Bəzi canlılarda asminokdur, molluskaların bir qismidir, hörümçəklərdir, qanları göyümtül rəngdə olur. Çünki bizdə hemoqlobinin tərkibində hem var, yəni dəmir. Dəmir oksidləşəndə qızarır. Amma bu canlıların tərkibində qana qırmızı rəng verən hemoqlobin deyil. Mis atomları kuprum olduğuna görə misin oksidləşməsindən bunların qanı göy rəngdə olur. Və mis olduğuna görə buna hemoqlobin yox, hemosiyanin deyirlər. Zulallar, yağlar, karbohidratlar haqqında danışmaq istədiklərim bu qədər. Gələn dərslərdə görüşənədək.